Əsl Corad qutabını harda verirlər bilmirəm, amma bizə dedilər ki, Corad Novxanı yolundakı Regnum restoranı adla tanınır. Cəmaət bunu Bakıda əl-ələ axtarır. Təsəvvür eləyin ki, Bakıdan 25-30 kilometr yolu sırf buranın yeməklərinə görə gələnlər var. Bu xoruz çevirmədir. Bu spanaqlı canət, asetrin pomidorla. Bunlar hamısı elə ocaqda bişirilir. Elə ilk yeməyi ilə də bizi nakauta saldılar. Bu nədir? Çevirmə maça. Əslində bunu yaxşı verən yerlər var. Elə burada da möhtəşəm idi. Çörəyi dibinin yağına batırmaqsa belə yeməklərin gözəlliyidir. Buna bu sözü deməsən günah olar da, bu ağızda əriyir. Sonra xoruz çevirmə gəldi. Mir Yusif deyir əti biraz sərtdir. Bu da xoruza xas xüsusiyyətdir. Amma məncə adamı banladacaq qədər sərt deyil. Əksinə bəzi tikələri gözlədiyimdən daha yumşaq idi. Çəngəl vurursan dağılır bu. Belə xoruz olur. Bu dünyanın ən yumşaq xoruzudur bu dəqiqə burada. Məkanın digər bəyənilən yeməyi. Öz şirəsində çəpişi qovurma. Bu haran çəpişidir? Bərdə çəpişidir. Tay bilmirəm həqiqətən bərdə çəpişidir yoxsa yox, amma dadı üstündə idi. Yalandan pisləyə bilmərəm. Üstü xəmirli bu gözəlliyi də qeyd eləyim. Deməli altı quzu qovurmadır, üstü kababıdır. Axırda bizə o məşhur qutabdan verdilər. Düzdür, əsl Corad qutabını tapmaq müşkül məsələdir. Dəvətini hardan tapsın bu? Amma dəniz panoramasında qəşəng ocaqüstü yeməklər və kabablar üçün Regnum idealdır. Məkanın kabinetləri və böyük banket zalı da var. Qiymətlərinə də baxdım, məncə bahalı yer deyil. Dostlarımız da təsdiqlədi ki, dadı və keyfiyyəti nəzərə alsaq, bugünkü bazar qiymətlərinə uyğundur. Siz də sırf dəniz mənzərəsində yeyib içmək istəsəz, buranı yadda saxlayın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.